Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilərimiz. Xırdalan şəhərin mərkəzində, Təzə bazarın və Köhnə bazarın əsas prospektin kənarında çıxarışlı bir mənzil çəkib təqdim edirəm. Mənzilimiz 16 mərtəbəli binanın 14-cü mərtəbəsidir. Ümumi sahəsi 74 kvadratdır, 3 otaqlı bir mənzildir. Çıxarış əldədir, yüksək səviyyədə təmir olunubdur. Hal-hazırda mənzilin qonaq otağını görürsünüz. Qonaq otağıdır. Qonaq otağının baş tərəfində burada mətbəx hissəsidir. Bu hissələrdə döşəmə isti poldur. Yerləşmə yeri çox əla bir yerdir. Heydər Parkına yaxındır və prospekt yolun kənarında. Orta mərtəbə orta blokdur. Çıxarış əldədir və ipoteka yararlı bir mənzildir. Mənzilimizin əsas seyf qapısıdır. Daxil olduqda sağ tərəfdə sərgəli formada təmir edilmiş sanuzelimiz. Sol tərəfdə uşaq yataq otağı. Burada az öncə sizə çəkib təqdim elədiyim qonaq otağıdır, qəşəng dizaynla təmir olunub və burada da çox geniş formada, iri bir formada təmir olunmuş yataq otağı. Bu yataq otağından eyvana çıxış var. Mənzilimizin satış qiyməti 122 min manatdır. Real alıcı ilə evə baxandan sonra qiymətdə razılaşma olacaq. Və qeyd edim ki, mənzil kreditlə, ipoteka yolu ilə satılır. Yəni, daxili kreditlə satılmır. Çıxarış əldə olsun. Əgər sizə bankdan pul ayrılıbsa, ipoteka üçün bu mənzilə görə müraciət edə bilərsiniz. Mənzilə də baxmaq istəsəniz, aşağıda əlaqə nömrəsi qeyd olunub, zəng edib, əlaqə saxlayıb gəlib mənzilə yerindəcə baxa bilərsiniz. Və dəyərli izləyicilər, sizin də Xırdalan şəhərində əmlakınız varsa, əmlakınızı tez bir zamanda satmaq istəyirsə, bizə müraciət edə bilərsiniz. Vaxtları bizə dinsin. Çox sağ olun.